Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində deməli 4 sot torpaqda bir böyük zalı, eyni zamanda 3 otağı olan, bax qarşıda gördüyünüz koridor proyektli, bax belə bir həyət evi satılır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəd bundan başqa ipoteka yararlıdır. Hal-hazırda mən deməli koridorunda yerləşirəm. Yəni bax buranın uzunluğu 6,5-dir, eni isə 2-dir. İndi sağ tərəfdə mətbəxdir. Mətbəx mebeli evdə qalır. Bax hal-hazırda mən sizə deməli mətbəxini göstərəm. Bax qarşıda gördüyünüz, sağ tərəfdə gördüyünüz mətbəx mebeli evdə qalır. Mənə elə gəlir ki, onu soruşmamışam. Mənə elə gəlir ki, pol tiyoplu poldur. 3,5-4-dədir. Bax bu cürdür, təmirlidir. İndi isə otaqlara keçirəm. Bax bu otaqların ölçüsü deməli 3,5-4-dədir. Ümumi sahəsi kvadrat metrdə 92,6-dır. Xüsusi mülkiyyətdir. Yenə təkrar edirəm, sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bundan başqa ipoteka yararlıdır. Burası ikinci otaqdır. 2 qat kubiklə hörülüb, kürsülüdür. Bax bura deməli ikinci otaq. İndi isə üçüncü otağa keçirəm. Üçüncü otağın ölçüsü 4-ün 5-ədir. Bax bu cürdür. Yenidən mən sizə üçüncü otağı göstərim. Həqiqətən belə deyək də, yəni əla və keyfiyyətli təmir olunub. Yəni bax bu cürdür. Bura isə zalıdır. Zalın uzunluğu 7, eni isə 4 metrdir. Onu da deyim ki, bax bu həyət evi elə bir yerdə yerləşir ki, hamının istədiyi bir yerdə, yəni Gədəbəy kafesinin çox yaxın bir ərazidə, təzə Şəmkir, yeni Şəmkir avtovağzalına yaxın bir ərazidə yerləşir. Bura isə hamam içəridədir. Uzunluğu hamamın deməli ölçüsü 2-dir, eni. Uzunluğu isə hardasa yox 4 metrdir. Bax bu cür böyükdür. Qiyməti həqiqətən, yəni bugün üçün ümumi şəhəri götürdükdə çox insaflıdır. 85.000 manatdır. Qiymətində razılaşma olmalıdır. İndi mən məhləsini sizə göstərirəm. Gördüyünüz kimi kürsülüdür. Gördüyünüz kimi kürsülüdür. Deməli qarşıda bax bağçasını göstərin. Üç tərəfdən deməli hasarını görmək mümkündür. Bağçasında 25-dən çox, 20-dən çox ağaclıq var. 3 ədəd subak var. Yuxarıdadır. Mənə deyilənə görə 2 tondur. İkincisi bax budur. Ancaq baseyndə mənə bu cür məlumat verilib 25 tonluqdur. Bax qarşıda deməli belə bir əldamı var. Əldamının mənə deyilənə görə materialları var. İndi isə mən sizə evin deməli üst hissəsini göstərirəm. Yenə təkrar edirəm. Gəncə şəhərində Məsəti qəsəbəsində Gədəbəy kafesinə çox yaxın bir ərazidə. Bundan başqa Gəncə Şəmkir avtomagistral yolundan təxminən 100 metr, maksimum 100 metr məsafədə. Ancaq bundan eyni zamanda bu sözdə deyim ki, yəni bax o 100 metr dedik məsafədə oradan maşınla gəlmək mümkün deyil. Ancaq deməli Gədəbəy kafesinin yanından gəlmək mümkündür. Təzə yeni Şəmkir avtovağzalına çox yaxın bir ərazidir. Kamerası var, kamerası evdə qalır, mətbəx mebeli evdə qalır. Bax belə bir həyət evinin qiyməti 85.000 manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda onu da deyim ki, stil sistemi 2 minutqadır. Deməli bir də kombinin yerləri var, ancaq kombi hal-hazırda yoxdur. Mən hal-hazırda darvazadan giriş hissəsində yerləşirəm. Navesin alt hissəsində gördüyünüz kimi böyükdür. Qiyməti 85.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Sizlərə uğurlar.